Bakıda mini futbol üzrə dünya çempionatının açılış mərasimi keçirildi. Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov, Dünya Mini Futbol Federasiyasının rəhbəri Filip Cuda və digər rəsmi şəxslər iştirak ediblər. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi. Ardınca müxtəlif musiqi sədaları altında maraqlı şoular təqdim olundu. Fransalı tanınmış freestyler, bu növdə dünya çempionu olmuş Arno Garnier öz səhnə performansı ilə diqqət çəkdi. Daha sonra Türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın xalq artisti Aygün Kazımova öz nəğmələri ilə çıxış ediblər. Mundiala iyunun 1-də yekun vurulacaq.